insanlar var ki, onlarda çox soyuq bir münasibət var. Sinir sisteminə bağlı olaraq onlarda böyük bir gözəlliyi yaşamaq həvəsi olmur, həvəssiz olurlar. Və sinir sisteminə bağlı çox erkən boşalırlar, erkən. Və bu da son nəticədə nə olur? Kişilərlə qadınlarda fərqlidir. Kişilərdə əgər heç vaxtı ereksiya olmasa, onlar sağlam yaşayırlar, daha güclü olurlar. Qadınlarda isə elə deyil. Qadınlarda da var. Ona soyuq qadın deyirlər, xolodnaya jenşina, soyuq qadın. O qadınlar da heç nə istəmirlər, həvəssiz olurlar. Kişi də ona, kişi üçün də maraqsız olur, kişi xanımı dəyişir. Amma deyir ki, bu gözəllikdə xanımı niyə dəyişdi bu bir çirkin qadına? Çünki kişi o çirkin qadından istədiyini ala bilir, o həzzi yaşaya bilir. Və yaxud deyirlər ki, bu gözəl qadın bu gözəllikdə kişisini qoyub, gedib, nə bilim, kiməsə qoşulur, kimləsə bağmandan, sürücüylə, kimlə, bir çirkin adamla niyə münasibətə girir? Başa düşmürlər, dərk eləmirlər ki, qadın evdəki kişidən ala bilmir. Buna görə də burada əsas məsələ, məsələnin düzgün qoyuluşu, yanaşma düzgün yanaşılmalıdır ailə münasibətində. Və sonrasına gəlirəm yenə də ki, mütləq bilməlidirlər ki, öyrədilməlidir, utanmadan, çəkinmədən,